Hazırda günün pik saatıdır və paytaxt Bakının bəzi küçə və prospektlərində nəqliyyatın sıx hərəkəti müşahidə olunur. Bəzi küçələrdə sıxlıq var, tıxac var, bəzi küçələrdə isə belə deyək, nəqliyyat normal axarı ilə gedir. Ümumiyyətlə, paytaxt yollarında vəziyyət necədir? Hansı yollarda tıxac daha böyük, hansı yollarda nisbətən vəziyyət daha yaxşıdır? Bu barədə biz daha ətraflı məlumatı Nəqliyyat İntellektual İdarəetmə Mərkəzinin rəsmi nümayəndəsi Bahar Fəttahovadan öyrənəcəyik. Bahar xanım, hər vaxtınız xeyir. Hazırda paytaxt yollarında vəziyyət necədir? Axşamınız xeyir olsun və qeyd edim ki, hal-hazırda axşam saatlarında Bakı şəhərində müşahidə olunan nəqliyyat axını barədə sizə yaxından məlumat verəcəyik. Hal-hazırda paytaxtın bir sıra əsas yollarında nəqliyyat vasitələrinin hərəkətində ləngimələr var və bununla yaxından tanış olmaq üçün Nəqliyyat İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarından həmin əsas istiqamətlərə gəlin birlikdə nəzər salaq. İlk öncə Üzeyir Hacıbəyov küçəsindən başlayaq. Üzeyir Hacıbəyov küçəsində hal-hazırda Aleksandr Pushkin küçəsi ilə kəsişməyə qədər, yəni Hökumət evinin arxasında bu hal-hazırda nəqliyyat vasitələrinin bir qədər axınında sıxlıq müşahidə olunur. Digər bir növbəti kamerada Azneft dairəsini görürsünüz. Azneft dairəsində isə hal-hazırda Kukla Teatrının qarşısı və Kukla Teatrının qarşısında sıxlıq müşahidə olunur və qeyd edeyim ki, sıxlıq Azadlıq meydanının qarşısına qədər hal-hazırda davam eləyir. Digər bir prospektdə isə Yusif Səfərov küçəsini görürsünüz kamerada. Yusif Səfərov küçəsində isə hal-hazırda hər iki istiqamətdə Ali Məhkəmənin qarşısından həm mərkəz istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin axını çoxdur və eləcə də Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin sürəti bir qədər normadan aşağıdır. Digər bir kamerada isə Rəşid Behbudov küçəsini görürsünüz. Mərkəzi Bankın qarşısında hal-hazırda nəqliyyat vasitələrinin hərəkətində xeyli yavaşmalar var və Mərkəzi Bankın qarşısından Abbasqulu Bakıxanov küçəsi istiqamətində bu dəqiqələrdə nəqliyyat vasitələri intensiv hərəkət eləyir. Digər bir kamerada Tbilisi prospektini görürsünüz. Tbilisi prospektində də Köhnə Nəqliyyat Nazirliyinin qarşısında, daha dəqiq desək, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən üzü mərkəz istiqamətində, beləcə də 20 yanvar metro stansiyası istiqamətində bir qədər orta sürət hərəkət sürəti bir qədər aşağıdır. Və nəhayət sonuncu kamerada isə avtovağzalın qarşısını görürsünüz. Bakı-Sumqayıt şosesində mərkəz istiqamətində və eləcə də Xırdalan dairəsi istiqamətində hələ ki nəqliyyat vasitələrinin hərəkəti normaldır. Çox sağ olun Bahar xanım, ətraflı və dolğun məlumat üçün. Bəli, bir daha qeyd edeyim, diqqətinizə çatdırım ki, biz hazırda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindəyik və bildiyimiz kimi hazırda saat 18-dir və günün pik saatı hesab olunur. Elə buna görə də paytaxtın bir çox küçə və prospektlərində nəqliyyatın sıx hərəkəti müşahidə olunur. Təbii ki, bəzi küçələrdə tıxac var, sıx nəqliyyat hərəkət edir, hərəkət sürəti nisbətən aşağıdır. Bununla yanaşı normal axın olan küçələr də var. Təbii ki, günün pik saatı başa çatdıqca digər sıxlıq olan küçə və prospektlərdə də hərəkət normal qaydasına düşəcək.